أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. والنازعات غرقا والناشطات نشطا والسابحات سبحا فالسابقات سبقا فالمدبرات أمرا يوم ترجف الراجفة تتبعها الرادفة قلوب يومئذ واجفة أبصارها خاشعة يقولون أئنا لمردودون في الحافرة أإذا كنا عظاما نخرة قالوا تلك إذا كرة خاسرة فإنما هي زجرة واحدة فإذا هم بالساهرة هل أتاك حديث موسى إذ ناداه ربه بالوادي المقدس طوى اذهب إلى فرعون إنه طغى فقل هل لك إلى أن تزكى وأهديك إلى ربك فتخشى فأراه الآية الكبرى فكذب وعصى ثم أدبر يسعى فحشر فنادى فقال أنا ربكم الأعلى فأخذه الله نكال الآخرة والأولى
إن في ذلك لعبرة لمن يخشى صدق الله العلي العظيم. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، نحمده ونشكره نستغفره ونستعينه نتوكل عليه ونتوسل إليه. الصلاة والسلام على سيدنا ونبينا وحبيبنا وطبيبنا وشفيعنا ومولانا أبي القاسم المصطفى محمد. اللهم صل على محمد وآل محمد وثم الصلاة على إترة المكرمين وسيما بقية الله في الأرضين ولعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من lisani yefkahu qawli. Yallah, mövzumuz məsuliyyətli yaşamaq, belə bir mövzu idi. 7-ci çıxışımda artıq. Həm də olsun müəyyən nəticələr almışıq və keçən söhbətlərə baxsaz inşallah yaxşı olar. Silsiləvarı çıxışdı, çünki əlaqəli çıxışdı. Sabahdan da etibarən nəsib olsa sabah axşamdan 3 gün saat 8-də də Həzrəti Fatimə Əyyam Fatimiyyə ilə bağlı 3 dənə çıxış olacaq. Allah ömür versin həm sizə, həm bizə ki, o çıxışları edək, siz də qulaq asasınız. Bu duam. Amma bu cüməm yenə də davam edir. Keçən dəfə ki söhbətlərin nəticəsi qısa. İslam dininin təqdim etdiyi bəşəriyyətə konsepsiya bəndəçilikdir. Bəndəçilikdir. İnsan gəlib bəndə olsun Allaha. Allaha bəndə olmağın yolunu göstərir bizə. Bu xəttdir. Çünki sən belə olsa tamamlanacaqsan. Allaha bəndə olmasa natamam qalacaqsan. İçində nə olacaq? Həmişə o diskomfort, narahatçılıq olacaq, sıxılacaqsan. Çünki həyatının axtardığın hədəfə tərəf hərəkət eləmirsən. Azadlıq da bu bəndəçiliyə xidmət eləməlidir. Azadlıq bəndəçilik qəlbinə düşməlidir. Azadlıq səni bəndəçilikdən çıxartmamalıdır. Bu mənada azadlıqdan azad olmalısan. Bəndəçilikdən səni çıxartsa, neysə səni köləsi eləyəcək. Ya kimisə istəyinin, ya öz nəfsinin, ya şeytanın, hər halda. İslam dini bəndəçilik konsepsiyasını təqdim edir. Yaxşı. İkinci nəticə bu idi ki, biz ictimai bir insan olaraq karyera qurub, cəmiyyətdə işləyib, ticarət edib, dərs deyib, oxuyub, bir peşənin sahibi olub, bəndə ola bilərik, yoxsa yox? Dedik, bəli, ola bilərik. Hətta belə deyim bu gün sizə ki, ümumiyyətlə bəndəçiliyin yolu ictimai olmaqdan keçir. Yəni belə ki, cəmiyyətdən qopmaqla bəndə ola bilməzsən. Mağaraya çəkilməklə, inzivaya çəkilməklə bəndə ola bilmərsən. Hətta bu qədər. Böyük şəxsiyyətlərin fikirlərini deyirəm və əsaslanaraq deyirəm. Yaxşı. Və bəndəçiliyin zirvəsi nədir? Sırf onun razılığı üçün neysə etmək. Bu bəndəçiliyin zirvəsidir. Ki, yəni mən səndən sənin razılığı istəyirəm. Bu bir dənə qızıl kəlmədir ki, böyük insanların dərdi elə budur, fikri budur, zikri budur ki, o məndən razı qalır, yoxsa yox. Düzdür, dinimizdə 3 dənə anlayış var. 3 dənə. Biri nicatdır, biri savabdır, biri rüşdür. Nicat anlayışı minimumdur. Elə yaşa ki, nicat tapasan cəhənnəmdən. Getməyəsən cəhənnəmə. Minimum budur.
Yəni olur deyir, bir şey satırsan ha deyir. Tavalar ən aşağı deyir budur ya, bundan o tərəfə deyir. Da üstümə çox gəlmək də. O da tərsliyə düşüb, görsən biraz da düşə bilərsən. Da qutar görsən deyir ən aşağı budur da, əl çək də. Minimum budur ki, nicat tapasan. Bunun o tərəfəsi yoxdur. Bundan aşağı heç nə. Bundan aşağı heç nə. Nicat anlayışı var dinimizdə. Nicat kəlməsi. Yaxşı. Düzdür, İmam Hüseyin nicat gəmisidir. Amma onun o minimum tərəfdir. Maksimum nədir? Misbahul hudadır. Hidayət çırağıdır. Gəlib səni zülmətdən nura çıxartsın. Nəfsin əsarətindən çıxardıb səni Allaha bəndə eləsin. Səni nuranə eləsin, həyatının hər anını. Hər ləhsəni. Həm misbahul hudadır, həm səfinətül nəcatdır. Minimumdan başlayır. İnsanlar fərqlidir, hərə bir cürdür də. İmam Hüseyin də ən aşağı adam var, ona qədər əlindən tutmaq istəyir. Qəribə bir məsələ. Bu qədər bizə yaxındır İmam Hüseyin əleyhissalam. Bu qədər yaxındır bizə. Həzrət Hüseyin. Yəni, bu Hüseyin əleyhissalamın bir fərdi həyatımızda belə təsiri var. Bir də ictimai həyatımızda məsumların tapşırığı budur ki, Qəmvüzün mərkəzində Hüseyin və Aşura yansın. Xanım Fatimənin dərdi Həzrət məsumlar üçün ən böyük dərd olub. İnşallah toxunarıq ona. Özü İmam Sadiqin sözü var, deyir, ədha və əmər. Çox acı oldu anamızın, Zəhranın dərdi bizə. Çox narahat elədi bizi. Çox qəlbimiz sındı. Amma məsumlar da gətirib İmam Hüseyni çəkiblər mərkəzə. Təmərküzləyiblər. Məsələn, İmam Rıza deyir, ağlamaq üçün Hüseyni ağla. Çünki Həzrət İmam Hüseyin əleyhissalamın ətrafına yığışan insanlar, başa düşürsünüz, o çırağın ki, ətrafına camiyə yığışdı, o həm də bir mənada da bütün, belə deyək də, bəşəriyyəti bir yerə yığa bilir. Çünki zülmlə tamamilə mübarizədir, aşkarlığı ilə. İnşallah bunun haqqında geniş danışaram. Qeyri-müsəlman da belə neynir? Gəlir o çırağın altına cəm olur. Ona görə deyir ki, dinimiz ayrıdır, Hüseynimiz birdir. Harada ədalət sevər var dünyada, gəlir hara? Hüseynin o, Hüseynə tərəf, Hüseynə addımlayır ki, bu da zühura açılan qapıda Aşura. Ki, İmam Zaman nə zaman zuhur eləyəcək? İnsanlar ədalət teşnəsi olsun, zülmə qarşı etiraz yaransın qəlbində. Aşura da bunu yaradır dünya maştabında. Ona görə Əhl-i Beyt də neyniyib? Təmərküzləyib bəşəriyyəti Aşuraya. Bu, başqa vaxtdır. Mən mövzudan çıxmayayım, uzaqlaşmayayım. Bir anlayış nicatdır. Nicat tap. İkinci anlayış savabdır. Bir pillə yuxarı. Savab, məsələn, cənnət versinlər sənə. Dünyada, yaxşı işləri görəm ki, dünyada Allah mənəsə bir mükafatlar versin. Bu savab anlayışdır. Amma bundan da o tərəfə var, rüşd anlayışı var. Rüşd. Fəlah da deyirlər buna. İnsan daxilən böyüməsi, bir yerə yetişməsi ki, sırf Allahın rızayəti üçün çalışması, Allahın razılığını güdməsi. Onun razılığı onun pik nöqtəsidir, pik istəyidir, zirvəsidir. Sən məndən razı ol, yetər. Bu da nə ilə formalaşır? Bəndəçiliklə. Bu da bəndəçiliklə. Deyir, Həzrət Fatiməyə elçi düşəndə Əmirül-Müminin, Peyğəmbər gəldi, dedi, qızım, Əli sənin qapıva elçi düşüb, dedi, Həzrət Zəhra nə dedi? Deyir, radi'tu bimə radiyallah və rasuluhu. Allah Peyğəmbər nədən razıdırsa, atacaq, mən ondan razıyam. Yəni, evlilikdə Allah rızayəti. Xanımlar, gənclər bu mövzuya qulaq asın. Yəni, bu çox mühümdür. Prioritet mövzusu üçün Allah razılığı olsun. Ki, bu evlilikdən Allah razıdır. Hələ ürəyin belə istəyir, ürəyi saxla. Allahın rızayətini axtar. Hə, necə tapaq Allahın razılığını, o özü inşallah. Mənim ailə haqqında olan çıxışlarıma baxın. Kitab, şükür olsun Allaha, orada toxunmuşam bu mövzuya. Baxa bilərsiniz. Yazdığım kitaba baxa bilərsiniz. Yaxşı. Ailə ilə bağlı. Yol yoldaşıdır kitabın adı.
Keçək də oradan. Baxın, insan gələ bir yerə çata ki, sırf Allahın razılığı. Bu gözündə budur. Heç cəhənnəm olmasaydı ibadət eləyəcəkdi. Onun üçün Allahın razılığı maraqlıdır. İşte cənnət olmasaydı Allahın razılığı. Düzdür, bunlar olmaz, mümkün deyil olmaz. Hər halda onun üçün maraqlı o deyil ki. Onun üçün rizayət odur, onun razılığıdır. Deyir, filan kəs səndən razı. Deyir, filan kəs? Deyir, hə. Deyir, hardan eşitdin? Deyir, özü dedi. Deyir, özü dedi. Deyir, hə, özü dedi. Adımı da çəkdi, adı da çəkdi. Sən Allah, Allah. Bunun üçün onun razılığı nə qədər mühümdür? O qədər mühümdür. Bəşər gəl çatır bir yerə ki, o səndən razı. Doğrudan Allah məndən razı. Hə, Allah, Allah səndən razıdır. Ne danışırsan sən? Bunun üçün yaşayan insan. İndi bir də ayə deyim sizə. Məsəlullezine yunfiquna envalahum fi sabilillah kəməsəli həbbə. Allahın rızayəti üçün, Allahın yolunda malını infaq eləyənlərin misalı nəyə bənzəyir? Kəməsəli həbbə. Həbbə nədir? O buğdaya deyirlər. Atırlar ki, bitsin, sümbül olsun da, hə? Demir sən xərcləmə evin məsəlidir, sən məsəlin. Bir var ayəni belə yozaq ki, ayə belədir, deyir, məsəli bənzəyir o buğdaya, o toxuma, o toxumu səpirsən yerə, əmbətət səbə sənabil, o toxumdan 7 dənə sümbül çıxır, fi kulli sumbilətin miyyətü xəbbə, hər sümbüldə də 100, yəni 1 bərabərdir 100-ə. Bəziləri belə izah verə bilər ki, yəni Allahın yolunda bir iş görsün, 700 bərabərini Allah qaytara bilər. Amma ayə ondan da böyük söz deyir. Deyir, infaq etməyin yox, infaq edənin misalı o buğdanın, o toxumun misalındadır. Allah səni 1-ə 700 eləyər. Tək canıva yüzlərlə nəfərin görəcəyi işi görərsən. Kənə ümmətən vahidə. İbrahim tək canına bir ümmətdir. Tək canına bir ümmətdir. Deyir ki, bu yolunu açıram siz Allah deyir. Allahın rizayəti üçün çalış, Allah sənin daxilində gizlin potensialları çıxartsın. Ruhu güclü çıxartsın ortaya. Qəlbivi geniş eləsin. Zehnivi açsın. Cəmaat bir günü görürsən, 10 il o tərəfəni görəsən. Anlayasan, hadisələri təhlil edəsən. Ruhun o qədər böyüsün ki, heç səni sarsıltmasın, yıxmasın. Biri ol 700, səni gəl belə eləyim. Yəni rizayətullah insanı o həyətə çatdırır. Deyir, hərdən bu necə bacarır? Allahu Ekber. Bu necə dözür buna? Hətta biz oxuyuruq, görürük böyük şəxsiyyətlər haqqında. Bu necə bacarır bunları? Allah razılığı. Allah razılığı çalışın, Allah səni o cürünü qaldırsın. Güclü ol. Yox, əksinə gedəndə ruhun həmişə bilsən sönük ruh olacaq. 2 gündən bir gün, 2 gündən bir ruhdan düşür. Bir dənə qayda deyim sizə. Bəhs eləməyə deyər. O insanlar ki, tez-tez ruhdan düşür, onun ixlasında problem var. Tez-tez ruhdan düşür, ha. O, nəsə ixlasında mı deyək, təvəkkülündə çox problem var. O insanlar ki, çox motivasiyaya ehtiyaclıdır ya, hələ 2 gündən bir. Olan ixlasında yaxşıdır vəziyyət. İxlas nədir? İxlas budur ki, sən məndən razısan, sən mənə baxırsan, bu hala yetişdin, mənə kifayətindəsən. Hər insan bəyənməsin. O kərə tez ruhdan düşür, niyə? O mənə bir dənə belə baxdı, bu bir dənə mənə işimi bəyənmədi, bu bir dənə belə komment yazdı, bu bir dənə belə sürək dedi, bu belə dedi. Sən mənim onlar üçün yaşayırsan. Demirəm, insanlara bədbin olaq, biganə olaq, atağa. Yox, onu təbliğ eləmirəm. Amma sən niyə tez-tez elə ruhdan düşürsən? Sənin halətin niyə belədir? Sualdır da. Görünən budur ki, niyyət xalis deyil. Bu bir düstur, düşünməyə dəyər, gedin fikirləşin. Bəli. Amma mən neçə cümlədir mövzunu qaldırmışam. Hərdən bir dostlar da biraz gileylənir. Keçən də bir dostumuz da deyir ki, hacı, biraz qalxıb mövzu, biraz düşürdə bilərsən aşağı. Deyirəm, biraz deyməyin bu cümlələri mənə, qoy biraz mövzunu qaldıraq yuxarı. Bir müddət bu mövzu belə getsin. Amma ruhdan düşmürsünüz deyənə bir-iki sözə deyirəm ki, mövzu qalxıb adam deyir, mən orada deyiləm, bax, mən haralardayam. Biraz özümüz üstünə danışaq da, ruhdan düşməyəm. Ən minimum nə idi? Nicatdır. Oradan başlayırsan. Amma heç olmasa o da olsa pisdir, narahat olmayın. Ruhdan düşməyin də. Adama eyb yoxdur, nicat tapa cəhənnəmdə. Eyb yoxdur. Böyük bir şeydir. Yəni adam cəhənnəmdən, günahdan qaça, belə deyək, bu halda ola. Vuruşa, eyb yoxdur, yaxşıdır.
Bundan da pis var axı. Mən yaxşının minimum danışdım. O düşdün aşağı mənfisi var axı o tərəfə. O nədir? Get-gedə insan qəlbi ölə. O daha pisdir ki. Nicat anlayışı o hara? Qəlb ölə. Qəlbin ölməyi var. Hə, var qəlbin ölməyi. Ölü qəlbin nişanəsini deyim sizə. Ölü qəlbin 2 dənə nişanəsini deyirəm sizə. Birinci xüsusiyyəti. Haqqı eşidir, inatkarlıq edir. Bilir o düz deyir. İnatkarlıq edir, qəbul edir. Tamamən həyatı bu olsa, bütün hər şeydə belə olsa, bu hala düşsə, bilin ki, qəlbi ölüb. Yox, görürsünüz ki, başlayıb belə şartlar ölməyə tərəf gedir. Çoxalsa bilin ki, can verir. Həmişə belə olsa bilin öldü. Fatihəsini oxuyun. Rahimallahu mən qarhəl Fatihə. Getdi. Bu biraz belə gezir ayaq üstə. Gördünüz ki, tamamən elədir ya. Nə deyirsən, inkar edir. Hə, düz deyirsən, amma mən belə düşünmürəm. Heç sənə qulaq asmır, bəzi vaxtlar sənə irad bildirir. Niyə olur belə? Bəzi vaxtlar, məsələn, bir nəfər haqqı deyir, üçün intriqa var onunla bunun arasında, haqqı onunla qəbul edəmir. Oğul istəyir, intriqan olan insandan düz sözsə qəbul edirsən. Oğul istəyir, biraz başqa cür çıxmasın. Doğrudan elə dələ. Xanıma da aiddir, kişiyə də aiddir. Evdə də belədir, ailədə. Görürsən, toqquşar kişi ilə qadın, orada biri düz söz etsə, da intriqa var deyəni qəbul edəmir. Ya da deyir, kim deyir, mən ondan qəbul edeyim. Kim deyir, mən ondan qəbul edeyim. Mən cəmaat özüm söz deyirəm, deyir. Mən niyə qəbul edeyim o sözünü? Yəni, tutaq ki, bir yerin böyüyüdür, tutaq bir zavodun böyüyüdür. Misal deyirəm. İnsanda belə bir psixologiya var, bir idarənin böyüyü olanda elə bilir ki, hamının böyüyüdür. Elə bir ki, başqa idarənin işçiləri də bu işçisidir. Olan da elə davranır. Qəribə psixologiyadır. O sənin işçin də öyle, sənin 5-10 işçin var. Onlar niyə elə davransın? Başa düşürsən? Çox maraqlıdır. Başqalarını da öz işçiləri zənn edir. Və təkəbbürlü imkan vermir ki, kimsə tövsiyə eləyəndə onu qəbul edəsin, imkan vermir. Bax, belə insanlara nə tövsiyə eləyərsən, mənə sual verirsə, bax, qüdrətli insanlara. Baxsınlar o qüdrətli insanların can vermə halına. Bizim bir dəfə həyatda. Bunun kimi, məsələn, tutaq ki, bu da nüfuzlu adam idi, can verir. Geçsin, otursun, o baxsın diqqətlə. Görün, nə qədər acizdir insan ilahi. İnsan nə qədər acizdir. Vallahi billah. Onu anı görəsin. Kibri sındırmaq üçün yaxşı andır. Baxırsan, bu kim idi ilahi? İndi nə qədər aciz qalıb, əlin tərpədənmir, ayağın tərpədənmir. O ona oradan su verir, bu buradan buna yemək verir, o oradan qaldırır, bu buradan uzadır ki, o rahat oturur. İnsan o ana baxa. Bizə nə qədər adam təkəbbürünü sındırır. Allah deyir, وَمَنْ نُعَمِّرْهُ نُنَكِّسْهُ Sizə ömür verdim, deyişəcəm ha, əvvələ qaytaracam. Əvvələ yəni nə? Necə ana bətindən gəldiniz dünyaya, hələ zəif vaxtlarınız vardı, yeriyə bilmirdiniz, qucaqda gezirdiniz. Ana yemək verirdi, su verirdi. Sizi qaytaracam o günlərə. İndi balalarınız sizə deyəcək, su verəcək, yemək verəcək. Çox bir an təkəbbürlü eləməyin. Haqqı deyəndə qəbul edin. Çox ibrətli ayələr var Quranda, ilahələrə. Çox ibrətli. Quran nə deyir? O hardan çıxarış elədim bu ki deyir, amma qəlb nə zaman ölür? Qəlbin ölməyin bir işarəsi də budur ki, haqqa qarşı inatkardır. Tamamən belədir həyatı. Bunun hadisəsini Quranda deyirəm sizə. Bir hadisə baş vermişdi. Bir nəfər öldürmüşdü. Öldürəni tapmaq istəyirlər. Allah Musaya əmr edir ki, onlara inəyi kəssinlər. İnəyi kəsən o sümüyü vursunlar ölüyə. Ölü dirilib deyəcək kim öldürüb məni? Bəqərə surəsindədir. Gəlib bunlara deyəndə ki, bu inəyi kəsməyi lazımdır. Dedilər, ətəttəxizuna xuzuvən. Bizə ələ salmısan Musa. Bir də bu boyda hadisəni, bir dənə inəyi kəsməyi ilə həll eləyəcək. Yaxşı da inəyi deyirsənsə, digəm rəngi necədir, dinən görüm necə inəyidir, nədir, o qədər bilirsiniz niyə? Bir növ prestij axtarır bəzi insanlar ki, mənə kiçik iş tapşırma. Mənə xırda işin işləyirsən. O ruhiyyədən xəbər. Ona görə məsələ nə qədər mühümdür. Sən mənə kiçik işin işləyirsən, inəyə ki. Bu boyda məsələ baş verir, inəyə kes. Nə inək?
Böyük iş tapşırır. Xırda-xuruş işlər tapşırma ki. Musa deyir, yaxşı da, siz nə istəyirsiniz? Rəngi, rəngindir. Nə istəyirsiniz? Filan. O qədər özlərini saldılar çətinliyə. Axırda gəlib bir dənə ineyi tapdılar, güzlər bala ineyi. O cür olan axtardıq ineyi. Sənə deyirlər, ineyi kəs, qutardı, getdilər. Bitdi. Niyə çətinləşdirirsən? Biraz vaxt insan özünü qəlizliyə salır. Özünü qəlizliyə salır. Bundan işim yoxdur. Bu hadisəni görəndən sonra yenə də haqqı inkar elədilər. Summa qasat qulubukum. Allah deyir, qəlbləri qəsavət bağladı. Min ba'di zalik fəhiyyə kəlhicarə. Oldular daş kimi, o əşəddu qəsvə, daşdan da pis. Niyə deyir pisdir? Deyir, daş keçomuz hərdən partlayır, su çıxır içindən, bəzi yerlərdən görsən. Bəzi vaxt külək onu silkələyir, aparır. Deyir, daha bunun içindəki fitrət də üstü örtüldü. Su çıxmır buradan. Çöldən də külək təsir göstərəmir. Çöldən kimin sözü də, moizəsi də bunu hərəkətə gətirə bilmir. Nə çöldəki vaiz, nə içdəki vaiz. Nə danışır, təsirləmir. Bu ölüb. Görürsünüz? Niyə? Çünki adama ki, haqq çox aşkar olandan sonra üstünə gedir, burada Allah daha çox cəzalandırır. Məntiqi cəza budur. Bir nəfərin üstün cəhətləri sənin qabağında çox görmüsən. Çox görmüsən ki, bu yaxşı insandır. Bax, bir dənə qayda deyirəm sizə, eşidin, mövzudan da kənarlaşmayın çox. Bir adamı gördünüz ki, çox yaxşı iş görür, düzdür? Çox yaxşı insandır, düzdür? Sənin gözünün qabağında özü çox olub. Hər gün bir dənə ondan yaxşılıq görmüsən. Sən ona qarşı pislik eləsən, bir də onu tanımayan ona qarşı pislik eləsən. Sənə Allah elə bir cəza verər ki, ona o qədər verməz. Bu ədalətsizlik deyil. Deyər, ona görə vermədim. O bilmir daha bu qədərdir. Sən ki görürdün bu qədərdir. Niyə buna bu qədər zülm elədin? Gəl sənə bir dənə bəla verim ki, altından çıxa bilməyəsən. Bu qaydadır. Onun yazını saxlayın. Allahın sirəsidir. Sünnəsidir. Başa düşürsən. Hədislərdə var, deyir, bir insan yaxşılıq eləyənə Allah bəzi zülm, bəlalar var, dünyada verəcək. Bir sarada hədis deyim. Deyir, o kəsdir ki, bir nəfər ona yaxşılıq eləyib, bu yaxşılığın müqabilində pislik eləyir. Bir buna yaxşılıq eləməyib, pislik eləyir. Bir də yox, bu yaxşılıq eləyənə pislik eləyir. Bu, bunun əlini gətirib, belə deyək də, istiqamət verib bir yerlərə çatdırıb, bu indi buna quyu qazır. Bunun bəlası dünyada deyə axirəti saxlayır. Qardaş, bu səni əlindən tutur, bax. Sən yerdən qaldır, bax. Demirəm, da nə batildir də onu qəbul elə, söz onda deyil. Da onu quyu qazma da. Sənə Allah bəla verəcək dünyada. Bunlar xayn ol. İkinci də bu da hansı qəlb ölür? Hansı qəlb ölür? O qəlb ölür ki, insan daha özünü heç islah eləmək istəmir. Deyim, mən beləyəm də belə qəbul edeyim. Məndən əl çək. Görür ki, tamamən, indi hərdən çaşın istənər bir adam deyər, bildim. Bir dənə xüsusiyyəti var, mübarizə aparır illərinə, onu da bilir. Tamamən həyatı belə. Mən beləyəm, belə də qəbul edeyim. Qutarıyım. İslah eləməyəcəm, elə mən buyam. Bu ölüb. Bu da pisdir. Şükür Allah biz belə deyilik də, hə? Bir-birlə, neçə vaxt ki, qaldırmışdım mövzunu, biraz ruhdan düşürdüsə, gətirdim belə yerlərə ki, biraz ruhumuz qayıtsın özünə ki, sonra neynəməyək, mənim elə bir xasiyyətim yoxdur ki, sizi ruhdan salam. Amma bunlar başlanğıcdır da, yəni, burada ilişib qalmayaq. Allahın rızayəti, xalis əməl. Xalis əməlləri, sırf ona görə. Niyə sırf onun üçün eləyək? Bu nəticə almaq çox çətin deyir. Niyə onun üçün eləməliyəm? Niyə onun razılıq üçün eləməliyəm? Çox çətin belə mövzu deyil ki, düşünək saatlarla, günlərlə. Çox rahatdır. Biraz fikirləşdik, həllini tapacaq. Onun üçün eləməliyəm. Niyə? Qısa bir cavab. Sən hardan gəlmirsən? Sən burada deyildin ki, bu dünya adlı məntəqədə. Sən başqa aləmdən gəlmirsən, düşünmüsən bura. Düz. Sonra da qayıtacaqsan ora. Əvvəlində bura olmayıb, axırında bura deyil. Yaxşı, bura deyilsə, bura üçün niyə yaşayırsan? Oraya üçün yaşa. Burada oraya üçün yaşa. Nəyin ki iş görmə, çalışma. Amma bunları istiqamətləndir ora. Başa düşürsən? Sərmayanı bura niyə yatırırsan? Bura niyə yatırırsan? Mövləvinin olmalıdır. Deyir,
در زمین دیگران خانه مکن کار خود کن کار بیگانه مکن. Biri ev tikmişdi. Evi tikib qutardan sonra biri gəldi, bura torpağı mənim deyə. Mənim torpağımı tikmişdi. Deyir, yaxşı torpağı versən mi? Yox, vermir. Deyir, nədir? Deyir, sök bunu. Deyir, nə olar bu tikmişdi? Yox, sök bunu, mənim torpağım. Deyir ki, başqasının torpağında ev tikmə, öz işini gör, başqasının işini görmə. Hamısını tikirsən burada. Orada bir şey yoxdur. Özün çıxıb gecən heçə, İzə şəmsu kuvvirat, İzə zulzilətil ərdu zilzalaha. Bura hamısı bir vaxt dağılacaq. Demirəm, evin olmasın, eşiyin olmasın. Amma istiqaməti elə tut ki, oraya yaddan çıxmasın. Yaxşı. Hər cəhətdən. Şeyx İşraqın yaxşı bir misalı var, təmsildir. Əsərlərinin birindədir Şeyx İşraq. Təmsil bu danışdığım, deyir, qarışqalar çıxır yuvasından səhər vaxtı. Maraqlı təmsildir. Bunu deyim, inşallah bitirim. Deyir, çıxırlar. Səhərdir, görürlər ki, güllərin üstünə şeyh düşüb, çiçəklərin üstünə şeyh düşüb. Şəbnəm də deyirlərdi ona şeyh. Yəni görmüsünüz də. Belə gəlsən yaxşı olur biraz. Deyir, başlayırlar bir-birlərindən danışmağa. Maraqlı təmsildir. Deyir ki, danışmağa başlayırlar ki, görürsən bu şeyh hardandır? Axı, dünən gecə bu yox idi da, səhər durduq, gördük şeyh var. Bunun əsaləti haradır? Məbdəsi haradır? Hardan gəldi bu şeyh? Qondu bunların üstünə, düşdü bu çiçəklərin üstünə. Dünən gecə yox idi axı. Bir qayıdır, deyir, ola bilsin ki, yerdəndir əsaləti. Biri deyir ki, bəlkə dənizdəndir. Biri belə deyir, biri belə deyir. Axırı deyirlər, gedirlər bu qarışqalar, maraqlı təmsildir. Bir qarışqa ki var, əslində orada Şeyx İşraq istəyir izah eləsin ki, o hikmətlisidir də, yəni başda durandır, o baş işləyir yaxşı mənada. Gəl buna sual verirlər ki, biz səhər durduq, getdik görürük, çiçəklərin üstündə şeyh var. İndi aramızda mübahisə düşüb. Birimiz deyirik, o dünən yox idi deyənə bugün var, yerdəndir, əsaləti. Birimiz deyirik, o dənizdəndir, bu hardandır? O da bir dənə cavab verir. Bir gün ortanı gözləyin, hara getsə oradan gəlib. Gün orta gəlir çatır, buxarlanır, qalxır səmaya. Deyir, getdiyi səmadırsa elə səmadan da gəlib yerə. Maraqlı bir dənə yanaşmadır, hə? Bu nə deməkdir? Bu o deməkdir ki, axırın haradırsa, elə əvvəlin də oradır. Hara gecəsən? Elə oradan gəlmirsən. Məad haradır? Məbdə də oradır. İnna lillah və inna aleyhi racun. Hara qayıdırsan? Elə oradan da gəlmirsən. Bu fizioloji bədənə də aiddir. Torpağa qayıdır da bizim həqiqətimiz. Düzü nütfə, hə? Amma qayıdır yenə də kökdə torpağa da. Torpaqdan bu fizioloji bədən yaranıb, torpağa da qayıdırıq. Sonra atılır bizi torpağın altına. Ruhumuz necə? Ruhumuz oradan gəlib, başqa aləmdən gəlib. Buralıq dördür ki, gəlib düşüb buralara. İndi hara qayıtmalıdır? Elə orada qayıtacaq da. Çünki ora qayıdacaq, elə oradan gəlib. Ya əksinə, oradan gəlib, elə orada qayıdacaq. Fəlsəfədə bir dənə qaydadır. Kulli şeyin yərciu ilə əslihi. Hər şey öz əsalətinə qayıdır. Sonra Şeyx İşraq orada bir dənə misal çəkir. Deyir, kəsək yoxdur, daş kəsək. Atırsan göyə, düşür yerə. Atırsan göyə, düşür yerə. Niyə qalxmır göyə? Deyir, çünki bunun əsaləti yerdir. Biz insan əsaləti aradır. İnsan əsaləti mənəvi səmalardır. Həqiqəti, ruhu. Oradan gəlib, düşüb yerə. Yaxşı, əgər bir halda ki, sənin əvvəlin oradır, axırın oradır, onda ömür sərmayəvi bura qoyma. Biznes qur, ticarət qur, peşənin sahibi ol, oxu, savaddan. Amma oranı unutma, gedəcəyin yeri unutma. Buranı istiqamət ver ora. Əl-axirə, əl-dünya məzrəətul axirə. Dünya axirətin məzrəsidir, əkin sahəsidir. Yerdə yaşa, dünyada yaşama. Yer sənə ülvülüyü unutturmasın. Yaxşı. Ona Quran-ı Kərimə deyir, İnnə cailun fil ərdi xəlifə. Mən yerdə öz canişinimi yaradıram. Həm yerdədir, həm Allahın canişinidir.
Yəni həm yerdə ol, həm də unutma ki, sən oradan gəlmisən, Allahın canişini olmalısan. Bütün adları Allahın sənə təcəlli eləməlidir. Yığdım mövzunu bir yerə, insan bu yoldakı istəyir, seyr eləsin, seyr-i suluk deyirlər də, hərəkət eləsin, rizayətullah mühümdür, bəndəçilik mühümdür. Bəndə olsun, xətt də olsa Allah xətti, hər anın seyri sulukdur. Yatanda da belə, oturanda da belə, işində də belə, peşəndə də belə. Hər anın. Hər an sən seyri sulukdasan, Rəbbə tərəf gedirsən. İşin rizayət Allah üçün ola. Niyə bu iş işləyirsən? Orada da Allaha çatmaq istəyirsən. Niyə yemək? Orada da Allaha çatmaq. Niyə ailə qurmaq? Orada da Allaha. Hər gətirib bağlaya bilsən təvhidə. Onda sən xoş olsun Allaha. Hər anın hərəkətdədir. Rəbbə tərəf gəlsə, bu mövzu davam eləyəcək. Vəlhamdülillah Rabbil aləm. Allahumma inna nəs'aluke və nəd'uke bismikəl əzizil əzəm əl-əcəllil əkrəm. Allah sənə verirəm. İzzəti və cəlalı və kərəmi və rəhməti və mərhəməti və məhəbbəti və bu əllər ki, sənin dərgahıva qaldırmışıq ilk əvvəl duamız, İmam Zaman əleyhissalamın zuhurun təcil elə. Allah bağışlamamış bizi bu dünyadan aparma. İlahi bu 3 gecəni yaşamağı, öndə gələn 3 gecəni yaşamaq tövfiqimizlərə nəsib elə. İlahi bizi Həzrət Fatimədən ayrı salma, onun şəfaətin və ziyarətin bizlərə nəsib elə. Ya Rabbəl aləm, günahlarımızdan əfv qələm çək. O kəslər ki, bizdən dua istəyiblər, o qardaşlarımı, bacılarımı duaların qəbul elə. Ekran qarşısına əyləşənlər, nə hacətləri varsa, haqq Fatimə onlardan qəbul elə. Xəstələrimizə tezindən şifaya, acil nayət elə. Övladı olmayanlara övlad nəsib elə. Subaylarımıza gözəl ailə nəsib elə. Ailə müşkülanların, müşküllərin tezindən həll elə. Borcu olanların, borcların verməkdə onlara yardımcı ol. Evsiz qardaşlarımıza, ev nəsib elə, işsiz qardaşlarımıza, iş nəsib elə. İlahi və Rəbb, haqqı Fatimə şəhidlərimizi Kərbəla şəhidlərinə məhşur elə, onların yaxınları, ailələri, övladları qəlblərinə huzur və aramlıq nazil elə inşallah. Peyğəmbər və əhl-i beytinə salavat zikirlər. Allahümə